Salam, hər vaxtınız xeyirli olsun, əziz və dəyərli dostlar. Ölkənin bir nömrəli hava səhifəsinin dəyərli izləyiciləri. Sizləri o qədər çox sevirəm, o qədər çox istəyirəm. Yaxşı ki varsınız, yaxşı ki mənimləsiniz, yaxşı ki bizimsiz. İnanın ki, video çəkməyən zaman sizlər üçün çox darıxıram. Allah sizləri mənə çox görməsin. Bugün oktyabrın 24-düdür. Gələcək günlərdə olan və ay sonuna kimi olan məlumatını sizin nəzərinizə çatdırım. Öncədən də qeyd etdiyim kimi, ay sonunda güclü bir soyuq hava dalğası ehtimal olunur. Lakin ondan öncə ayın 26-27-sə keçən gecə qısa müddətli hava şəraiti dəyişir. 26-dan 27-sə keçən gecə 27-ci səhər saatlarında Respublikamızın bir sıra ərazilərində Bakı Abşeron yarımadasında hava şəraiti qısa müddətli olaraq dəyişəcək və bəzi ərazidə yağıntılar olacaq. Prosesdən sonra bəzi yerlərdə yağıntılar bir qədər güclü və intensiv olacaq və gözlənilən soyuq hava kütləsi əsas hissəsi ay sonu və noyabrın əvvəli ehtimal olunur ki, o soyuq hava dalğası daha sərt əsl qış havası yaşada bilər bizlərə. Ətraflı məlumatlar olacaq. Səhifələrimizi izləmədə qalın. Bizləri YouTube kanalımızı və həmçinin Instagram və həmçinin TikTokda izləməyi unutmayın. Kimlər səhifəmizi takip etsin, mütləq takip atın. Sizləri çox sevirik. Yaxşı ki varsınız.